8 dəfə dostlaşıram mən güllənim orada. Onların meyitlərini mən ağlaya daşıya bilməmişəm. Saxla! Uca 19 hacıye sürünmüşəm dalınca. Sürünmüşəm dalınca. 1-ci Qarabağ müharibəsində iştirak etmiş Qazi Rauf Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında etiraz aksiyası keçirib. O bildirib ki, bir ildən çoxdur ki, aylıq müavinatı kəsilib. Aylıq müavinat sayəsində kredit ödəyən Qazi banka borclu qalıb və maddi vəziyyəti yaxşı olmadığından ödənişləri edə bilmir. O, əyani vizual müayinədən keçirildiyini və buna görə də haqsız olaraq müavinatının kəsildiyini iddia edir. Təfərrüatlar video reportajda. Qurbanov Rauf Məmmədquluoğlu. Mənim haqqımı 19 aydır kəsməkləridir. Mən bu ölkənin vətəndaşıyam. Özüdür döyüşçüyəm. 19 aydır məni çalıblar qapılara. Buradan tek 4-cü mikrorayon, 4-cü mikrorayondan agentlikdən bura, buradan ora 19 dəfə mənə qrup verdiriblər. O adamlar çıxıb mənə cavab verilirsə, bir adam tapılmır budur ki, mənə cavab versin, mənim suallarıma cavab versin. Mənim haqqım niyə kəsin? Hər dəfə gəlirəm, anladımlar. Hər dəfə gəlirəm, anladımlar. Mənə 8 ay süründürəndən sonra, 8 aydan sonra əyani müayinəyə çağırırlar. Əyani müayinədə 8 dənə adam oturub məni yoxlamış aparıblar. Çox gözəl, get. Vizual baxışla. Və üzdən, get. Heç bir aparat yoxdur, heç davlenimi yoxlamıyor. Bir dənə uzatdılar, güllə yarasının yerinə baxdılar. Güllə yerinə baxdılar, çapığı gördülər. Sənədlərdə yazılıb 7 santimetr diametr içərdən 12 santimetr diametr güllə yarası vurub partladıb çıxıb dizimi. Necə yəni? 19 santimetr güllə yarasının gözü ilə